Salam, danışırıq Xristian kilsəsi haqqında. Deməli, 395-ci ildə Roma 2 ilə parçalanır. Nəticədə Qərbdə kilsə başçısı Papa, şərqdə olur patriarx. Bunlar arasında mübarizə 1054-cü ildə xristianlığın 2 ilə parçalanmasına səbəb olur. Katoliklik, pravoslavlıq. Deməli, Roma Katolik kilsəsinin başçısı Papa idi. Papa hətta İngiltərə, Danimarka, Polşa kralları belə Papanın vasitalı idilər. Papa təşkilatı Qərbi Avropada yeganə mərkəzləşmiş qaydada idarə olunan yeganə təşkilatı idi. Deməli, həmin zaman indulgensiya vardı. Indulgensiya nədir? Cənnət qəbzi, günahların bağışlanması ilə bağlı verilən fərman. İnkvizisiya nə idi? Katoliklikdən üz döndərənlərin kilsə məhkəməsi inkvizisiya adlanırdı. Əhalidən kilsəni saxlamaq üçün 1/10 vergisi alınırdı. Bu zaman məqsəd nə idi? Məqsəd şərqdə bəhanə edirdilər. İsa Peyğəmbərin qəbri Fələstində yerləşir. Peyğəmbərlərini getsinlər, gətirsinlər. Bəhanə kimi Bizansın tez-tez yardım istəməsi idi. Türklərlə mübarizədə Bizans papalardan yardım istəyirdi Roma papasından. Nəticədə 1095-ci ildə Klerman şəhərində yığıncaq olur. Yığıncaqda Roma papası 2-ci Urban şərqə yürüş elan etdi. Və 8 xaç yürüyüşü başladı. İlk xaç yürüyüşü 1096-1099-cu ildə oldu. Birincisi kəndlilər başçılıq etdi. İkinci dalğasında isə Almaniya, İtaliya, Fransa feodalları iştirak etdilər. Nəticədə xaçlılar Qüds, Tripoli, Edessa, Antioxiya dövlətlərini yaratdılar. Bizans onları qarşıladı. Bizansla müqavilə bağladı. Müqavilənin şərtinə görə ələ keçirdiyi torpaqlar Bizansa verilir. Bunun müqabilində Bizans onlara hərbi və pul yardımı edəcəkdi. Nəticədə birinci xaç yürüyüşü qalibiyyətlə belə deyib başa çatdı. İkinci xaç yürüyüşü 1147-49-cu illərdə oldu. Edessanın Mosul əmri tutduğuna görə baş verdi. Bu zaman ikinci xaç yürüyüşdə məğlub oldular. Səbəbi Səlcuqların inadlı mübarizəsi və Bizansın onlara yardım etməməsi oldu. 1187-ci il Təbəriyyə döyüşündə Misr hökmdarı Səlahiyyəddin Əyyubi deməli Qüdsü azad etdiyinə görə 1189-1192 üçüncü xaç yürüyüşü baş verdi. Üçüncü xaç yürüyüşündə də tam istəklərinə nail ola bilmədilər. Ən qəddar güclü xaç yürüyüşü, dördüncü xaç yürüyüşü 1202-1204-də olur. Roma papası 3-cü Innokenti özü başçılıq edir. Hətta yürüyüşü təşkil etmək üçün əhali üzərinə yeni vergi də təyin etmişdir. Məqsəd Misrə hücum etmək idi. Lakin Venesiyalıların köməyi ilə hücum edildi Bizansa. Nəticədə Bizans 1204-1261-ci ildə müvəqqəti olaraq dağıldı, yerində Latın dövləti yaradıldı. 13-cü əsrin sonunda 8-ci xaç yürüyüşü ilə xaç yürüyüşləri başa çatdı. Xaç yürüyüşləri tam istəklərinə nail ola bilməsələr də, amma əsas ticarət üstünlüyü Şimali İtaliya, yəni Venesiya Geniyanın əlinə keçdi və bizlərdən mədəniyyət öyrəndilər, inkişaf baş verdi. Xaç yürüyüşləri haqqında bu qədər. İndi isə danışaq, deməli, Rekonquista hərəkəti. Rekonquista hərəkəti nədir? Ərəblərin, müsəlmanların İspaniyadan qovulması hərəkəti. Deməli, hələ biz bilirik ki, ərəblər 8-ci əsrdə hücum edib, gedib Kordova xilafətini İspaniyada yaratmışdılar. Xaçlar birləşdilər ərəblərə qarşı. Deməli, 11-15-ci əsr dediyimiz kimi olur Rekonquista hərəkatı. Rekonquista hərəkatı gedişində Avropada İspaniya, Portuqaliya, belə deyək, Kastiliya, Aragon kimi dövlətlər yarandı. Ərəblər 1492-ci ilə qədər qovulurlar. 1492-ci ildə Granada ərazisindən ərəblər qovuldular. Və ərəblərin ümumiyyətlə Avropa torpağının qovulması 15-ci əsrdə Rekonquista hərəkatı ilə başa çatmışdır. Xaç yürüyüşləri və Rekonquista hərəkatı haqqında bu qədər. Sağ olun.